Şagirdlər, bu gün sizlərlə Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahına baxırıq. Hansı ki 7-ci siniflər üçün olan sınağın izahıdır. İndi bərabər yanlı üç bucaqda təpə bucağı oturacağı bitişik bucaqdan bir dənə bərabər yanlı üç bucaq çəkdin. Bura A, burası B, burası C olsun. AB ilə AC yan tərəflər. Onda oturacağı bitişik bucaqlar bərabər olmalıdır. Təpə bucağı deyir, oturacağı bitişik bucaqdan 30 dərəcə böyükdür. Yəni mən bura x desəm, onda bu da x. Buradaki bucaqda x üstə gəl 30 olmuş oldu. İndi oturacaqdakı bucağı tapın, yəni x-i tapın deyir. Bu üçünün cəmi də 180 deməlidir. Üçünü cəmləsən. X üstə gəl, x üstə gəl, x topla 30 bərabərdir 180 dərəcə. Burada 3x topla 30 dərəcə bərabərdir 180 dərəcə. 3x bərabərdir 150 dərəcə. X də bərabərdir 50 dərəcə. Tapdıq. Cavab Y bəndi. İndi bu tənliyi həll edərkən nə etsək olar? Burada neçə var? 4. Burada neçə var? 5. Bütün ədləri 4 ilə 5-in əkobuna vururuq. Yəni buranı da 20-yə, buranı da 20-yə, buranı da 20-yə, həmçinin sağ tərəfi də 20-yə vururuq. Bu zaman 4 ilə 20 ixtisar gedir. Burada 5 qalır. 5-i 3y çıx 2-yə vuranda 15y çıxılsın 10. Burada 5 ilə bu ixtisar gedir. Burada 4 qalır. Amma hansı 4-dür? Bax ona fikir verirsiniz. Mənfi 4-dür. Bax burada gördüyünüz kimi. Mənfi 4-ü 3-ə vuranda mənfi 12. Mənfi 4-ü mənfi y-ə vuranda müsbət 4y. Topla 3'ü 20'ye vuracağım. Çünkü məxrəcində ixtisar gedəsi bir şey yoxdur 20 ilə. 3 20'ye vuruq 60 bərabər 0'ı 20'ye vuranda 0. 15 y-in üstünə 4 y gəldik. 19 y. İndi 60'dan bu 10'u çıxanda 50. 50'dən də qayıdıb 12 çıxanda 38. Topla 38 bərabərdir 0. 38 sağ tərəfə keçsə 19 y bərabərdir mənfi 38'ə. Y də bərabərdir mənfi 2'yə. Cavab B bəndi. Keçdik. Ortaq vurğun mötərizə xaricinə çıxaraq. X üstü 5 demək, x üstü 5 vur 1 deməkdir. Çıxılsın. Bu x üstü 9'dan da x üstü 5'i ayırsın. X üstü 5 vur x üstü 4 kimi nə edə bilirik? Parçalaya bilirik. Buradan da x üstü 5'i çıxartdıqda 1 minus x üstü 4. Yəni cavab A bəndi. Keçdik digər suala. Düz bucaqlı üç bucağın iti bucaqlarının dərəcə ölçüləri 4/5 nisbətindədir. Yəni bura 90 dərəcədir. Bilirik iti bucaqların cəmi də 90 eləməlidir ki, ümumi cəm 180 versin. Bura 4K dedim, bura 5K dedim. Bu ikisinin cəmi 4K topla 5K bərabərdir 90 dərəcəyə. 9K bərabərdir 90 dərəcədən. K'mız bərabər oldu 10 dərəcəyə. Bura 4 vur 10'dan 40 dərəcə. Buradakı bucaq da 5 vur 10'dan 50 dərəcə. Böyük iti bucağını tapın. Böyük iti bucağı 50 dərəcə. Gəldik bu tənliyi həll etməyə. İndi qarşıdakı işarə müsbətsə mötərizə olduğu kimi açılır. 8 çıx 2x. Qarşıdakı işarə müsbət olduğu kimi açılır. Müsbət 4x çıxılsın 5. Bərabər 17. Mənfi 2x-in üstünə 4x gəldi. 2x elədi müsbət 2x. 8-dən 5 çıxdı. 3. Sağ tərəf atandı. 17-dən 3 çıxıldı. 2x bərabər 14. X-imiz də nəyə bərabər oldu? 7-yə. Cavab A bəndi. Keçdilədik 26 nömrəli suala. A-nın hansı qiymətində bunlar bir-birinə bərabərdir? Bərabərləşirsək 3A-nı sağa, 12,2'ni sola. İndi 11A'dan 3A çıxılarkən 8A qalacaq. 29'dan 12,2 çıxılanda 16,8. A-nı da tapmaq üçün 16,8'i bölürük 8'ə. Yəni 168'i 8'ə bölürsən. 21,1 vahid sola. 2,1. Cavab C bəndi. M-in hansı qiymətində ifadəsinin mənası yoxdur. Uşaqlar, ifadənin mənası nə zaman olmaz? Məxrəc 0 olarsa. M çıx 3 bölünsün. Bunu 2M üstə gəl 2 vur 3 kimi yazsan və 2'ni mötərizə xaricinə çıxarsan. M topla 3 olar. Düzdür. Burada M'in yerinə nə qoysaq məxrəc 0'a gedir? 3. Yaxud da 2M topla 6 bərabərdir 0 yazırıq. 2M bərabərdir hansı 6? Mənfi 6. Buradan M'i tapırıq. M bərabərdir mənfi 3. Halbuki mənfi 3'ü nə edə bilmərik? Yaza bilmərik. Mənfi 3 yazarsak mənası olmaz. Bölən 0 ola bilməz demişik. İki xarici bucağı 110 və 120 olan 3 bucağın daxili bucaqlarını tapın. Şöyle 2 dənə xarici bucağı. Birisi 110 dərəcədir. Digəri 120 dərəcədir. 110'dursa qonşusu daxili bucaq 70, 120'dirsə qonşusu 60, 70 60. Üçüncü xarici bucağı tapıb da gedə bilərik. Xarici bucaqların cəmi 360 edir. Bura 130 dərəcə qalır. Qonşusundan da bura 50. 50 60 70. Cavab A bəndi. 29'da hansı tənliyin bir kökü var? Hansının bir kökü var? Modul x bərabər 0 ilə x bərabər 0. Bir kök bunundur. Modul x bərabər 5'dirsə, o da ikinci tənlikdə x ya müsbət 5 olmalıdır, ya da x hansı 5 olmalıdır? Mənfi 5. Modul x bərabər mənfi 3. Bunun heç kökü yoxdur.
Modul x bərabərdir 1 isə x bərabər ya müsbət 1 ya da x2 bərabərdir mənfi 1 olmalıdır. Modul x bərabər 4 isə onda x bərabər ya müsbət 4 birinci kök ya da ikinci kök x bərabərdir mənfi 4. Bir dənə birincidən başqa yerdə qalan üçündə 2 kök var, birisində də heç bir kök yoxdur. Cavab A bəndi. Qüvvət şəklində yazın. Burada enin qüvvəti neçədir? 1. Burada da neçədir? 1. Əsaslar eyni olan qüvvətlər vurularkən üslər toplanır. Yəni enin üzərində 1 üstə gəl, 1 üstə gəl, 3 üstə gəl, 11 üstə gəl, 5. Burası 5, burası 5. 10 üstünə 11 gəldim 21. Cavab en üzəri 21. Sonra keçid edirik digər suala. Bir həddin həm kvadratı, həm də kubu şəklində. Şunlar həm kvadratı şəklində göstərə bilirəmsə, həm də kubu şəklində bir ədədin kvadratı şəklində göstərə biliriksə, əvvəla o ədəd mənfi ola bilməz. Mənfiləri çıxırsan bəri başdan. Həm kvadratı, həm də kubu şəklində göstərə biliriksə, onda oradakı qüvvətlər 6-nın qüvvətləri olmalıdır. Nəyin qüvvətləri? Yəni 2 ilə 3-ün əkobu şəklində olmalıdır. X üstü 3. X-in kubu kimi göstərə bilirsən, amma hər hansısa bir x üstü neçənin kvadratı kimi göstərə bilərsən. Olmaz da, belə bir həddi yoxdur. 1/5 yaza bilmərik. 1/5 deyənlər üçün deyil. O zaman bir hədli olmaz. Burada 72 y üstü 10. Yəni y üstü 5-in kvadratı kimi göstərə bilərsən. Amma neçənin kubu kimi göstərəsən. Yenə olmur. Burada dedim ki, dəyişənlərin üstləri tam şəkildə nə etməlidir? 6-ya bölünməlidir. Bunu misal üçün necə? 8 x üstü 3-ün kvadratı kimi göstərə bilərik. Və yaxud da 4x kvadratının kubu kimi göstərə bilərik. Cavab Y bəndi. A paraleldir B. Bucaq 1 çıx bucaq 2. Yəni bura alfa desəm, burada beta desəm. Alfa çıx beta bərabərdir 40 dərəcəyə. Alfa topla betamız o zaman neçə dərəcə olacaq uşaqlar? Daxili bir tərəfli bucaqlar cəmi 180 dərəcə. Biz buna U xassəsi deyirik, hansı ki və yaxud da sağa baxan bucaqlar cəmi paralellik varsa cəmi 180 dərəcə elədir. Tərəf-tərəfə toplasaq bu sistemi 2 alfa, betalar getdi hansı ki bərabərdir 220 dərəcə. Alfa bərabər 110 dərəcə. Bizdə də bucaq 1 istəyir. Alfanı istəyir 110. C bəndi. Digəri də 70 dərəcə olasıydı bu zaman. Uşaqlar, mənfiləri bir toplayaq. Onsuz toplamaya görə mötərizələr olduğu kimi açılır. Müsbətləri bir toplayaq. Sonra da müsbətlərin cavabından mənfilərin cavabını çıxar. Gəl bu müsbətləri toplayaq. 4 ilə 3-ü topladım 7. 2 ilə 5-i topladım 7. 2 ilə 6-ını topladım 8. 5 ilə 0-ı topladım 5. Vergüldə vergülün altına düşəcək şəkildə qoydum. İndi bu ikisini toplayırıq indi də. 4 ilə 3-ü topladım 7. 5 ilə 2-ni topladım 7. Sonra 3 ilə 1-i topladım 4. 0 ilə 4-ü topladım 4. Bu da belə. Üstdəkinin işarəsi müsbət, altdakının işarəsi mənfidirsə, onda üstdəkindən altdakını çıxırıq. 0, 0, 4, 1. Vergül vergülün altına artıq sıfırlarda atdıq. Cavab 1/4. Tənasübdür. Kənar hədlərin hasili, yəni 3/5 vurulsun x bərabərdir 14 vurulsun 7/5. Vergüldən sağda 1 rəqəm, vergüldən sağda 1 rəqəm. Vergülləri atsaq. Yəni 35 vur x bərabərdir 14 vurulsun 75 alınır hansı ki. İndi 35 ilə 14-ü 7-yə ixtisar edirəm. 2 bura, 5 bura. 5 ilə də 75-i 5-ə ixtisar edirəm. 1 bura, 15 bura. X bərabər 2 vur 15-dən neçə oldu x-imiz? 30. Cavab D bəndi. Keçdik. Qutuda 4 ağ 16 qara kürəcik var. Təsadüfən götürülən bir kürəciyin qara olması. O zaman bir kürəcik götürürüksə qara kürəciklərin sayını ümumi kürəciklərin sayına bölürük. Bu da bizə P qara. Qara olması ehtimalını verir çıxan kürəciyin. 2-yə ixtisar etsəm 10-da 8. Yerdə qalanda ağ. 10-da 2 də ehtimalla ağ kürəcik çıxa bilər qutudan. Sonra ədədlərin modasını tapın. Moda uşaqlar bu ardıcılıqda 36 nömrəli suala baxır. Ən çox təkrarlanandır moda. Ən çox təkrarlanan nə var? Hər bir ədəd bir dəfə gəlir. Bir dənə 12 2 dəfə gəlir. Modası deməli nəyə bərabərdir? 12-yə. 3-də 2 hissəsi 6 olan ədədin hissəsinə görə ədəd tapılarkən ədəd hissə göstərən kəsrə bölünür. Yaxud da ədədə bölünür. 1-də 6 vurulsun 2-də 3. Bu deyil 18 bölü 2-dən 9. 9-un da 0,2 hissəsini tapın. 9-un da 0,2 hissəsini taparkən 0,2-yə vurulur bu zaman. Bu da elədir 1/8. Cavab A bəndi. Standart şəkildə olan bir hədli. Şöyle birinci həddi birinci vurğu ədəd olmaqla digər vurğuların müxtəlif dəyişənlərinə eyni dəyişən ola bilməz. Müxtəlif dəyişənlərin natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə standart şəkildə olan bir hədli deyilir. Burada uşaqlar 10 burada da var, burada da mənfi 1/3 var. Oldu mu standart şəkil olmadı. Birinci vurğu ədəd olmalıydı. Bu da oxşar xassiyyə görə olmadı. Bu da olmadı.
Bu ikisi qaldı. İndi çoxu adam burada D-ni seçmək istəyir. Niyə D-ni seçirsən ki? Dedim ki, birinci vurğayda olmaqla dəyişənlər müxtəlif olmalıdır. Buradakı x üstü 4-də əsasa baxın. X-dir, burada da x. Eyni dəyişən var. Bu standart şəkildə olması üçün 2x üstü 5, y üstü 2 şəklində olmalı idi. Deməli, cavabımız hansı variant qaldı? Y bəndi. Keçdik digər suala. Bunu vurub açsaq -5-i mütərizəyə. -15b. -5-i müsbət 1-ə vurdum. Çıx 5. Üstə gəl 15b. Topla 8. -15b ilə müsbət 15b getdi. Müsbət 8-dən bu 5-i çıxsan, -5-in üstə 8 gəlsən və yaxud cavab 3D bəndi. 3 yəni. Sonra digər sual tənlikli sadələşdirin. X 0,9 olduqda qiymət tapın. Əvvəlcə vuraq. 5-i 3x-a vurduq. 15x. Müsbət 5-i -1-ə vuranda. Çıx 5. 2,6-nı 6-ya vuranda. 15. Çıx 2,6 demək. 2,5-i 6-ya vuranda 15. 2,5-i -2x-a vuranda -5x. Əvvəlcə 15x-dan 5x-i çıxdıq. Elədi 10x. -5-in üstünə 15 gəldi. Müsbət 10. İndi x-in yerinə gətirib qiymətini yazırıq. 10 vur. 0,9 topla 10. Onu 0,9'a vurdum. 9 üstüne 10 geldim. Cevap 19 D bəndi. İşte suallarımız bu qədər. Yaxşı, sağ olun şagirdlər. Gələn izahlarda görüşənədək.